Yemlərin ver, keçəcəklər. Tarım gaz bu ara. Ramizgah bir dana bu qırtışan toyuğa da baxaq. O birisi də deyəsən qırtışdı. Birisi necədir? Aç özü gələcək. Yaxşı. Ha, eləmə, qoy otursun. Qoy otursun, indi onun yerini düzəldir. Ha, da yumurtalar var da. Ha, indi qəşəng yeyək. Onun altını dolduraq yumurtayla. Gedək yerini düzəldək. Qab gətirim mən. Götürüm yumurtaları. Bizim bu toyuğu da düşdüm. Şükür, inşallah. Neçədən oldu Ramiz yumurta orada? Göstərdim. Yavaş yavaş. 3, 6, bu da isə 8. Onun öz altında da yəqin 1-2 dənə var. Elə 10 dənə bəs edir. 10-12 dənə bəs edir. İndi bunu qırt düşənin üçün yer düzəltirik də. Saman tökəcəyik buna. Onu qoy harda da orada. Stolun üstünə qoyarsan. Saman gətirək o. Gedək oradan saman götürək. Yaxşıdır, bəs. Bunu götür, az sonra. Sakitcə. Biraz da itələn qaba var onun. Afra qədər. Biraz da. Yem lazımdır buna. Yem var ama azdır. Yox, bəsdir, Ramiz, bəsdir. Qoy, o yemi qoy yerinə. Bəst olaraq. Sonra görürük.
Biz indi yumurtaları yığıb yavaş-yavaş sonra toyuğu gətirərik. Ortaya düz istəyirsən. Altında da var da. Görünür. Çatlatdım. Heç nə olmaz. Yıxdı da. Hə. İndi qoy ora istəyirsən yavaş. Ay sağ ol. İki dənə yumurtası var idi onun altında. 4 dənə də altında var. Bizim balaca toyuğumuzdur, biraz balacadır. Ha, deyən o da qoy mən o pısılarını götüreyim 4 dənəsini. Hə. 4 dənə yumurtasını da qoyduq. Qoy bunun oldu ümumi 11 dənə. Qoy. Ay sağ ol. Koy. Azıcık bir aramız koy yesin. Böyüsün sonra da özü gedib oturacaq. Bəli. Baxın dostlar, 4 ay əkdiyim kartoşkaları ücə çıxardıram. 4 ay əvvəl əkdiyimizi indi çıxardırıq. Bu da birinci dəfə idi də biz əkirdik. İndi inşallah ki, bismillah yaxşı olur. Hadi. Artıq buradan birinci. Oy sağ ol. Sən necə mənə aldın, amma kartofka necə çıxır. İndi şey eləyərik. Oş. O çıxanları qoy bu tərəfə. Arxaya qoy. Yes, əlindəkini yəni. Güzel balaca. Bura qoyaq. Ali Ramiz. Aha, biraz burada var kartof. Axırda indi baxarıq görək nə qədərdir. Deyənə görək. Ha, bax bu birinci dəfə əkdiyim kartoşkalar. İndi Allah bərəkət versin. Yazın olar biraz. 10 kilo tutaq da çox olar. Orada var, burada var. Amma təcrübədir də, öyrənirik də yəni. Ha, sağ olun. İnşallah ki, qarğadallarımız da çıxar. Sonra günə baxanlar da var. Orada xiyarlar. Ay maşallah. Qəşəng Ramiz bəy. Afərin. Ha, indi yavaş-yavaş başda kartoşkaları yığ bura qabağa. Gedib ölçək baxaq görək nə qədərdir. Sonra gedək düşən toyuğa baxaq görək nə oldu onun durumu. Nəyini? O da 34-lük axı yumurtaya oturmamışdı da bu yax. Görək necədir onun üçün. Yaxşı. Oldu. Elə ki kartoşkaları çəkərik. Növbəti videoda məlumat verərik də. Yəni neçə kilo oldu bizdə. Bir də toyuğumuzun görək son durumu nədir. Dostlarımla vidalaş. Sağ olun dostlar.